Salam, hər vaxtınız xeyir olsun. Gəlin yeni test toplusundan həqiqi ədədlər bölməsindəki test tapşırıqlarının izahlarına baxaq. Əvvəlcə qeyd edeyim ki, əgər mənə dəstək olmaq istəyirsinizsə, kanala abunə olub, videoları bəyənib və yazmağı unutmayın və əgər mənim onlayn və ya əyani dərslərimə qatılmaq istəyirsinizsə, bu zaman 050 874 88 67 nömrəsinə yazıb qeydiyyatdan keçə və yaxud da ətraflı məlumat ala bilərsiniz. Və bu arada ödənişsiz qruplar da var. Siz mənə yazın, mən sizi ödənişsiz qrupa əlavə edeyim. Keçək birinci test tapşırığının izahına. Deyir ki, aşağıdakı ədədlərdən hansı ədəd oxunda 13 ədədindən 18 vahiddə kiçik məsafədə yerləşir? Baxın, burada bizim 3 halımız var. Birinci növbədə gəlin, baxaq görək hələ bu 13 ədədi ki var, ədəd oxundakı 13 ədədi. Görək bu 13 ədədindən 18 vahid məsafədə yerləşən ədəd deyəndə nə başa düşülür? Birinci gəlin bunu başa düşməyə çalışaq. Baxın, 13-dən 18 vahid məsafə dedikdə bir var 18 vahid sağda yerləşən ədəd. Sağdakı. Bir də var 18 vahid solda yerləşən ədəd. Aydındır? Bu ikisini unutmuruq. Əgər sağdakını tapmaq istəyirəmsə, 18-in 13-ün üstünə 18 gəlməliyəm. Yox, əgər soldakını tapmaq istəyirəmsə, 13-dən 18-i çıxmalıyam. 13-ün üstünə 18 gələndə 31, 13-dən 18 çıxanda -5 eləyir. Deməli ki, 13-dən 18 vahid sağda yerləşən ədəd 31-dir. 18 vahid solda yerləşən ədəd -5-dir. Bu aydın oldu. Deməli, bizə deyəndə ki, filan ədəddən filan vahid məsafədə yerləşən ədədlər, bu kiçik böyük sözü olmasa əgər. Onda nə edirsiniz? Bir dəfə çıxırsınız, bir dəfə toplayırsınız. Mən çalışdım, sildim, qaytardım. Bir dəfə çıxırsınız, bir dəfə toplayırsınız və salam. Amma əgər bizdə kiçik söhbəti varsa, deyirsə ki, filan ədədlərdən kiçik məsafədə yerləşənləri tap, onda nə edirsiniz uşaqlar? Bu iç hissəni götürürsünüz. Yəni, bu sağdakı ilə soldakını tapdıqda biz bunların aralığını götürürsünüz. Özlərini götürə bilmərsiniz, ha? -5 ilə 31 aralığını götürəcəksiniz. Yox, əgər sizə desə ki, böyük məsafədə yerləşənləri tap, onda bilirsiniz nə edəcəksiniz? Qıraq hissələri götürəcəksiniz. Aydındır? Yəni, mənfi sonsuzluqdan -5-ə birləşmə 31-dən müsbət sonsuzluğa. Deməli, necə oldu? Bizə bu tip tapşırıqlarda 3 cür şey soruşa bilər. 13-dən 18 vahid məsafədə yerləşən ədədlər, bu kiçik böyük sözü yoxdur. Onda bir dəfə toplayırsınız, bir dəfə çıxırsınız. Bu ədədlərin ikisi özü olur, yəni 31 və -5 olur. Yox, əgər kiçik sözü varsa, bunların ikisinin aralığını götürürsünüz. Böyük sözü varsa, qıraq hissələri, yəni mənfi sonsuzluqdan balacaya, böyükdən də müsbət sonsuzluğa, yəni bu şəkildə aralıqları birləşdiririk. Bu olur bizim cavabımız. İndi bizdən istədiyi kiçik olandır. Kiçik olan nədir? Bu -5, 31 aralığına daxil olanı götürəcəyik. -5-dən böyük 31-dən kiçik olan hansıdır? Və 32 31-dən böyükdür. Kiçik deyil. 31-in -5-in özünü götürə bilmərəm. -5-dən böyük 31-dən kiçik ədəd -4. 6 da -5-dən balaca da olmaz. Aydındır. Bu şəkildə davam edirik. İndi gəlin o birisi tapşırığı biraz sürətli işləyək. Siz özünüz işləyin, videonu saxlayın, sonra video ilə yoxlayarsınız. İndi baxaq. -8 ədədindən 10 vahid məsafə dedikdə. Nə edəcəm? -8-i qeyd edirəm. 10 vahid sağdakı ədədi tapmaq üçün -8-in üstünə 10 gələcəm. Eləyəcək 2. 10 vahid soldakı ədədi tapmaq üçün dilim dolaşdı. -8-dən 10 çıxacam. -18. Düzdür? Böyükdür, kiçikdir. Böyük deyilmiş. Onda qıraqları götürəcəm. Bax, qıraqları. Yəni, mənfi sonsuzluqdan -18-ə birləşmə 2-dən müsbət sonsuzluğa. Baxaq görək hansıdır. Deməli, 2 özü daxil deyil, -8 özü daxil deyil. 0 bura daxildir. 0. 0 harda yerləşir? 0 burada yerləşir də. 0 bura daxil deyil. Yox, 0 daxil deyil. Amma 3 daxildir. 3 2-dən böyükdür. Ona görə D variantı olacaq. Sonra 3-cü tapşırığa baxaq. 3-də deyir ki, n ədədindən 2n vahiddən. N'in özü buradadır. 2n dediyi üçün bir dəfə n'in üstünə 2n gəlirəm, eləyir 3n. Bir dəfə n'dən 2n çıxıram, eləyir -n.
Böyük məsafə dediyi üçün mən qıraqları götürürəm, qıraqları. Yəni mənfi sonsuzluqdan mənfi n-ə birləşmə 3n-dən müsbət sonsuzluğa cavab eləyir A variantı. Keçək növbəti. Dördüncüyə baxaq. Deməli, 3A ədədindən. Aha, 3A buradadır. 5A vahid məsafə. 5A sağdakını tapmaq üçün nə edəcəm? 3A-nın üstünə 5A gələcəm. Eləyəcək 8A. Bu sağdakıdır. Bir dəfə də 3A-dan 5A çıxacam. Eləyəcək mənfi 2A. Bu da soldakıdır. Kiçik dediyi üçün ortaları götürürəm. Bax, bu hissəni götürürəm. Cavab eləyir mənfi 2A-dan müsbət 8A-ya. Bir də bəziləriniz, hansılarınız ki, biraz takıntılıdır. Soruşa bilər ki, niyə burada A-nın müsbət olduğunu bizə verib? O, heç biz işarəyə baxmadıq. O, nə lazım idi ki, onu verib orada? Biz siz niyə veriblər uşaqlar? Əgər A mənfi olsaydı, onda mənfi 2-ni mənfi A-ya vuranda müsbət eləyərdi. 8-i də mənfi A-ya vuranda mənfi eləyərdi. Nə vaxt görmüsünüz ki, ədəd oxununda müsbət solda yerləşsin, mənfi sağda yerləşsin? Elə bir şey olur? Yox, olmur. Da biraz yaxşı çıxmazdı da. Ona görə də o işarəni veriblər ki, hər şey dəqiqliklə, düzgünlüklə olsun. Sonra 5-ci tapşırığa gəlin baxaq. Nə deyir? Deyir ki, A və B nöqtələri arasında 13 bərabər hissə olarsa, B çıx A fərqini tapın. Gəlin bunu bunun üzərində qeyd edeyim. Bunu biraz yaxınlaşdırım. Baxın uşaqlar. Mən şagirdlərim burada nə səhv eləyirlər? Görüm siz də eləyəcəksiniz bunu. Deyirlər ki, B budur. B deyirlər ki, bu 2-dir. Bu 3-dür. B 4-dür. Mən də deyirəm ki, əgər bu belə olsaydı, onda bu belə olardı da 1-1 demirsən artıq. Onda bura 0 düşərdi. Bura mənfi 1 düşərdi. Bura mənfi 2 düşərdi. Bu 0-ın burada nə işi var? Görürsünüz? Olmur. Deməli, nə etmək lazımdır? Bax, düşünürsünüz. Əgər 0 ilə 1 aralığında 1, 2, 3 bölgü varsa, deməli 1 ilə 2 aralığında da 3 dənə bölgü olmalıdır. 1, 2, 3 bölgü, sonra 2 gəlməlidir. Aydındır. Eyni şəkildə, yəni hər iki tam ədəd arasında eyni sayda bölgü olmalıdır. Məsələn, 0 ilə mənfi 1-in arasında da görürsünüz 3 dənə bölgü var. Eyni ilə mənfi 1 ilə mənfi 2-nin arasında da 3 dənə bölgü olmalıdır. Yəni 1, 2, 3. Artıq 4-cü bölgümüzdə mənfi 2 olur. Bax, bu şəkildə elədik. İndi baxın. Mən B-ni təyin eləmək istəyirəm, düzdür? Bu üçün nə edirəm? Görürəm ki, B-nin tamı 1-dir. Həmişə soldakı ədəd bizim tamımızdır. Belə mən sizə nəsə deyəndə qeyd edin. Ədədin tamını tapmaq üçün soldakı qonşunu götürürük. Deməli, B 1 tam. İndi görək neçədir? Baxaq. 1 ilə 2-nin arası, uşaqlar, neçə hissəyə bölünüb? 1, 2, 3, 4 hissəyə bölünüb. Deməli, məxrəcində yazacağım 4. Bəs B özü neçənci bölgüdə dayanıb? 1, 2, 3-cü bölgüdə dayanıb. Surətdə yazacağım 3. Eyni şəkildə A-ya baxacağım. Baxın. A. İndi gəlirəm. Mənfi 1 tam. Düzdür? Mənfi 1 tam. Mənfi 1 ilə mənfi 2-nin arası 4 hissəyə bölünüb. Hamısında 4 hissədə onsuz da A neçənci hissədə dayanıb? Neçənci bölgüdə dayanıb? 2-ci bölgüdə dayanıb. Aydındır? İndi bilirəm bir sual yarandı beyninizdə. Deyəcəksiniz ki, ay müəllim, bəs burada dedin ki, tam hissə budur, burada mənfi 2-ni götürmədin. Mən tam hissə deyirəm sizə. Demirəm kəsrin qabağında yazılan. Tam hissəni nəyə görə deyirəm? İndi qarşıda sizdən soruşacaq ədədin tam hissəsi, kəsr hissəsi. Məsələn, baxın, bu ədədin tam hissəsini tapmaq üçün baxırsınız, görürsünüz, mənfi 1 tam. Hansı qonşu tam ədədlər arasında yerləşir? Mənfi 2 ilə mənfi 1-in arasında. Bunun tam hissəsi, uşaqlar, mənfi 2-dir. Bax, bunun, bu ədədin tam hissəsi mənfi 2-dir. Bunu onsuz gələcəkdə daha detaylı izah edəcəm. Siz əsas burada nəyə odaqlanın? Əsas odaqlanın ki, burada A-nın, kəsrin qabağında nə yazmalıyam? Kəsrin qabağında bu 0-a yaxın olanı yazırsınız. Bax, elə bir ki, siz 0-dan gəlirsiniz A-ya doğru. Bir addım gələcəksiniz, sonra bir damcı da gəlməlisiniz. Deməli, mənfi 1 sizin
Kəsinizin qabağında olandır. Yaxşı, bunu unutmayın. Heç də bizdən B çıx A-nı istəyir. Yəni 1 tam 4-də 3 çıx A mənfi 1 tam 4-də 2. O da bərabərdir. X-inin də işarəsi müsbətləşir. Eləyir 2 tam 4-də 5. O 4-də 5-in də 1 tamı gəlir düşür 2-nin üstünə olur 3 tam 4-də 1. 4-də 1-də 0 tam %25 olduğu üçün 3 tam %25 olur A variantı. Üzr istəyirəm, C variantı. Keçək o birisinə baxaq. Ədəd oxunda -2 2 parçası qeyd olunub. 16 bərabər hissəyə bölünüb. Aha, deyəcəksiniz ki, bəs bayaqları bir bölgünün arası verilmişdi. Burada mən hardan bilim nədir? Bərabər parçalara bölünübdür uşaqlar. Baxın sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8 bərabər parça varsa burada. Deməli 1 dördüncü parçada dayanıb. Məsələn 1, 2, 3, 4. Deməli burada 1-dir. Bura 1-in yeridir. Burada da həmçinin 1, 2, 3, 4. Burada -1-in yeri olacaq. Bax bu şəkildə təyin etdik. İndi baxaq. Gəlin B-ni təyin edək. Bax yenə də B-nin tam qabağında nə olacaq? 1 tam. Neçə hissəyə bölünüb hər aralıq? 4 hissəyə bölünüb. B-də 3-cüdə dayanıb. 4-də 3. Gəlin indi A-ya baxaq. A hardadır? 0-da. Yəni elə bir ki, gəlib -1-ə tam çatmamışam da. 0 tamdır. Burada -1-ə çatmadığım üçün bunu tam olaraq -1 qeyd edə bilmirəm. Tam hissəsi -1-dir, amma tamı yox. Tamı deyəndə kəsrin qabağında dayanan şey o deyil. İndi kəsrin qabağında 0 yazmıram deyə, elə bunu yazmasam da olar. Adi qeyd eləyək. -1 ilə 0-ın arası 4 hissəyə bölündüyü üçün 4, A da 3-cüdə dayandığı üçün 3. İndi baxaq. 2B. 2-ni vuracağam B-yə. Yəni 1 tam 4-də 3-ə. 1 tam 4-də 3 də 4-də 7 deməkdir. Çıxacağam. Özü bu -0 tamdır ya. Mənfidir bu. Unutmuşdum. A-nın işarəsi mənfidir. Çıxacağam. -4 vurulsun 4-də 3. Bərabərdir. Bundan bu getsin 2 qalsın. 7-ni də 2-yə böləndə 3 tam 10-da 5. 2 dənə mənfi müsbətləşir olur müsbət. 4-lər ixtisar gedir olur 3. 3 ilə də 3 tam 10-da 5-i toplasam 6 tam 10-da 5 cavab A variantı edir. 7-ci tapşırığa gəlin baxaq. 7-ci də eyni şəkildə 7-də AD 16 bərabər parçaya bölünür. C bölünsün, D nisbətini tapın. Burada belə getmək olar. 16 bərabər parçaya bölünüb də. Bayaqları məsələn burada 1 vermişdi. Mən götürüb bura 2 deyə bilməzdim. Çünki 0 ilə 1-in arası neçə parçaya bölünübsə 1 ilə 2-nin arası o qədər parçaya bölünməlidir. Amma burada elə bir məhdudiyyət olmadığı üçün mən nə edə bilərəm? Götürüb özümçün ədədlər deyə bilərəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. Burada da həmçinin -1, -2, -3, -4, -5, -6, -7, -8 çox asan tapşırıqdır ya bu. C bölünsün D-ni istəyir. C-miz bərabərdir 6-ya. D-miz də bərabərdir 8-ə. C bölünsün D. Yəni 6 bölünsün 8. Bu da 4-də 3 qalır. Düzdür? Sadəcə mənim bir şeyim maraqlıdır. Bunlar niyə mənfidir? C bölünsün D. Sıfırın sağında olan bir ədəd. Sıfırın sağında olan bir ədəd. Müsbət ədəddir. Mən onları böləndə müsbət eləyir. Bunlar niyə mənfi qoyublar? Mən nə isə səhv görürəm, yoxsa... A, C bölünsün B. Mən səhv görürmüşəm, üzürlü sayın. C bölünsün B imiş bu. Gəl bunu yerinə qaytarım. Aha, C bölünsün B. B neçədir? B -3'dür.
Şurada 6 bölünsün -3. -3 bərabərdir nəyə? -2-yə B variantı. Keçək 8. Nə deyir uşaqlar? Deyir ki, dağın ətəyində, dəniz səviyyəsində, yəni dağın ətəyində, yəni dəniz səviyyəsində havanın temperaturu 6 dərəcədir. Ən yuxarı hissəsində isə -13 dərəcədir. Hər 300 metr yüksəkliyə qalxdıqda havanın temperaturunun 1 dərəcə aşağı düşdüyünü bilərək dağın hündürlüyünün neçə metr olduğunu təyin edib. Baxın, dağdır. Sizin üçün də dağ çəkəcəm. Bu dağdır. Dağın elə deyir ki, ətəyində, yəni bax burada temperatur nəyə bərabərdir? 6 dərəcəyə. Ən yuxarı hissəsində isə temperatur -13 dərəcədir. Düzdür? Deyir ki, hər 300 metr yüksəkliyə qalxdıqda temperatur 1 dərəcə aşağı düşür. Yəni bax buradan 300 metr yüksəkliyə qalxdım. 300 metr. Qalxdım bax. Temperatur düşdü oldu 5. Yenə 300 metr qalxacağam. Yəni nə qədər qalxacağam? 300 üstə 300. 600 metrə qalxacağam. Temperatur bir dənə də düşəcək, olacaq 4. İndi -13-ə gəlib çatmaq üçün neçə metr qalxmaq lazımdır? Düşünürəm. Mən 6-dan belə deyək də 6-dan neçə dənə biri çıxsam cavab -13 eləyər. Yəni 6-dan nə çıxsam cavab neçə dənə 1, niyə görə 1-i deyirəm? Çünki 1 dərəcə düşür. Əgər hər belə deyək də, hər temperaturun 300 metr yüksəkliyə qalxdıqca. İndi mən düşünürəm ki, 6-dan neçə dənə 1 çıxsam -13 eləyər. Yəni 6-dan nə çıxsam -13 eləyər bir sözlə. Bu da -x o tərəfə keçsə, uşaqlar eləyər -x. -13 də bu tərəfə gəlsə, olar -13. X də bərabər olar 19-a. Deməli bu 19 dənə qalxmalıdır. Düzdür? 19 dənə qalxıramsa, elə bir dənə düşəndə 300 metrdirsə, yəni 300 metr daha doğrusu qalxanda bir dənə düşürsə, 19 dənə düşməsi üçün neçə dənə qalxmalıdır? 300-dən 19 olmalıdır. Düzdür? Onda mən 300-ü 19-a vuraram. 0, 0. 3-ü vuraram 19-a. 27, 5. 5700 metr edər cavabımız. Cavabı metrlə istəyir də? Metr. Sonuncu. Yenə eyni şəkildə. Dağın deyir ətəyində, bax ən aşağıda bizim temperaturumuz neçədir? 8-dir. Ən yuxarıda isə temperatur -14-dür. Hər 200 metr qalxdıqda 1 dərəcə düşür. Görək neçə dərəcə düşüb ən yuxarıya qalxdıqca. Bax 8-dən neçə çıxsam cavab -14 edər. Yenə də -x-i bu üzə gətirirəm, -x. -14-ü o üzə aparıram, -14. X bərabərdir 22. Deməli 22 dərəcə elə bil ki düşməlidir də, düzdür? Hər 1 dərəcədə 200 metr qalxırsa, 22 dərəcədə də 22-ni vuraram 300-ə, üzr istəyirəm 200-ə. Cavab edər 4400 metrlə istədiyi üçün 4400 metr. Cavab olur 4400. Belə. Birinci bölmənin test tapşırıqlarının izahları bu qədər oldu uşaqlar. Növbəti video dərsimizdə irrasional ədədlər bölməsinin test tapşırıqlarının izahlarına baxacağıq. Hələlik.